Dumanlı dağların zümrüd meşələrin məkanı olan Laçın illər sonra qayıdan sakinləri ilə yenidən dirçəlir. Və bu dirçəlişin fonunda bir çox ilkə ev sahibliyi edir. Onlardan biri də ilk dəfə Laçında fəaliyyətə başlayan Səyyar Asan Xidmətdir. Səyyar Asan Xidmət iyulun 30-una qədər fəaliyyət göstərəcək. Məqsəd işğaldan azad olunmuş ərazilərdə əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərini daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsidir. Xidmət çərçivəsində sakinlərin müxtəlif dövlət qulluqlarından yerindəcə yararlanması təmin olunur. Çox sağ olun. Bugünə qədər Səyyar Asan Xidmət işğaldan azad olunmuş digər bölgələrdə, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində, Ağdərə rayonunun Talış kəndində, eləcə də Cəbrayıl və Xankəndidə də vətəndaşlara xidmət göstərib. Növbəti Səyyar Asan Xidmət Laçın şəhərində təşkil edilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə Zəngilanın Ağalı kəndində, Ağdərənin Talış kəndində, Xankəndi şəhərində və Cəbrayıl rayonunda 1500-ə yaxın vətəndaşımıza səyyar xidmət təşkil edilmişdir. Ümumiyyətlə isə Səyyar Asan Xidmət avtobusu vasitəsilə 3 milyon 390 mindən çox vətəndaş müraciəti icra edilmişdir. Yaradılan bu imkandan məmnun qalan Laçın sakinləri də öz növbəsində işlərini rahatlıqla həll edə bildiklərini qeyd etdilər. Mən 2024-cü il may ayından Laçın rayon Sus kəndinə köçmüşəm. Bugünkü Asan Səyyar xidmətdən razı qaldım. Mən də öz növbəmdə xarici pasportun verilməsi xidmətindən yararlandım. Əməkdaşların operativliyindən də razı qaldım. Bugünkü gündə ən xoş günümüz ondan ibarətdir ki, Asan xidmətin əməkdaşları da bizim qonağımız oldular, bizə xidmətə gəldilər, çox sağ olsunlar. Yüksək səviyyədə xidmət göstərirlər, vətəndaşları həssaslıqla dinləyirlər, onların bütün lazımı sənədlərin qaydasına salırlar. Buna görə onlara minnətdarıq. 2024-cü ilin aprelindən Laçında məskunlaşmışıq, evimiz verilib. Sağ olsunlar, gəlmişəm, Asan xidmətdən istifadə eləyəm, şəxsiyyət vəsiqəmi dəyişəm, yeniləyəm. Razı qaldınız? Çox təşəkkür edirəm. Çox yaxşı xidmət göstərirlər. Heç bir əziyyət çəkmirik, hər şey asandır. 2026-cı ilin aprel ayından köçmüşəm doğma kəndimə. Bugün də eşitdim ki, Səyyarı Asan Xidmət gəlib Laçın rayonunda vətəndaşların sənədlərinin dəyişdirilməsi, yenilməsi üçün. Mən də bunu eşitdim, gəldim şəxsiyyət vəsiqəm köhnə olduğu üçün. Gəldim bugün sənədlərimi təqdim etdim Səyyar Asan Xidmətə. Orada da yüksək səviyyədə qarşıladılar bizi. Çox gözəl xidmət göstərildi. Şəxsiyyət vəsiqəmi dəyişdirdim. Bu səyyar xidmət əslində böyük qayıdışın yalnız infrastrukturla deyil, həm də dövlət standartları ilə təmin olunduğunun növbəti göstəricisidir. Yüzlərlə Laçınlı sənədləşmə işlərini rayonun mərkəzindən çıxmadan, gündəlik həyat ahəngini pozmadan bir neçə dəqiqəyə yekunlaşdıra bilir. Günün tələbinə çevrilən bu rahatlıq isə Laçında yenidən başlayan həyatın ritmini daha da sürətləndirir. Gülay Ceyhun, Ağalar Ağalarov, Real.